Salam, 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 mənim gözəl qızlarım, necəsiz? Nə var, nə yox, oy, necəsiz? İnşallah yaxşı olasınız. Mən də şükür Allah yaxşıyam. Bayramları şükür Allah yaxşı keçirdik. Bu günləri havadakı yaman yağış yağır ha. Neyi var? Yağıb. Bu mənim güllərimdir. Güllərim solub. Keçən ilki də güllər almışdım. Yanınızda da bu ildə təzə gül almışdım. Saxlamışam. Bu da ki mənim köhnə gülümdür. Adı yadımdan çıxıb. Bu da ki evkaliptidir, neydi? Adı həmişə, bunun da adı yadımdan çıxıb. Böyüyüb maşallah. Dedim bir dənə çıxım balkona. Paltarları bir dənə sərim. Paltarları sərim. Və bu günləri qutab eləyəcəm. Necəsiz qızlar? İnşallah yaxşı olasınız. Həmişə yaxşı olun. Allah heç kəsin evinə dərd, qüssə yetirməsin. Heç kəs çəkməsin. Qızlar, çoxdandır ki, video ki çəkmirəm. Tərik etmişəm, əməlli başlı tərik etmişəm. Necə çəkiliş eləmək lazımdır? Yadımdan çıxıb da yadırğamışam. Qızlar, deməli paltarlar sərdim. İndi ştativə 30 duracam. Burada ətdir, soğançadır, duzdur, pul bibərdir vurmuşam. Bunun yarısını götürəcəm, əlavə eləyəcəm, qazana qoyacam bişsin. Yarısını da saxlayacam. Palçıq turşusu əlavə eləyəcəm. Bundan qutab eləyəcəm. Ondan sonra qızlar, nə deyəcəkdim qızlar? Ayın biri marafonum başlayır qızlar. Kim marafona qoşulmaq istəyirsə, arıqlamaq marafonudur. Yəni burada heç nə yoxdur. Yəni ki, yemək yeyə arıqlayacaqsınız qızlar. Gündə 5 dəfə qidalanma verəcəm. Gündə 5 dəfə qidalanma yeyəcəksiniz. Həftədə 1-2 dəfə detokslar, bədən təmizləmələri eləyəcəm sizə. Və qəşəngdə arıqlayacaqsınız. İndi burada qoyacam bir xanımın, mənim izləyicimdir o da. Keçən ay qoşulmuşdu. Bir ayın nəticəsini göstərəcəm. Hələ tam axırda dedi ki, axır həkimə zada getdi. Tam riayət eləmədi. Biraz da çox gedəcəkdi. Onu qoyacam bura, baxarsınız. Kim istəyirsə marafona qoşulmaq, linki qoyacam ora. Linkə qoşulursunuz. Marafon haqqında biraz məlumat verəcəm. Məlumat deyəndə ki, 5 dəfə qidalanmadır. Evdə olan ərzaqlardan yeməklər bişirəcəm. Məsələn, nəyinsə yoxdur, əlavə eləyəcəm. Məsələn, deyəcəksiniz ki, məndə bu yoxdur. Deyəcəm sizə başqa bir şey hazırlayın. Ondan sonra bədən təmizləmələri olacaq və belənçinə. Yəni ki, burada şey yoxdur da, yəni ki, ay mən gün ərzində ac qalım, yemək yeməyim, heç şey eləməyim, mən başlayayım arıqlama, yox. Qidalana, yemək yeyə arıqlayacaqsınız qızlar. Qiyməti də ki, bir ay 15 manatdır. Qoşulmaq istəyənlər linkə qoşulursunuz və daxil olursunuz. Yenə də ətraflı məlumat istəyirsinizsə, sizlə ətraflı məlumat ətraflı danışacağıq bu barədə. Belə qızlar, gəlin başlayaq. Gəlin, mən sizə oturtmuş ştativə. Bu günləri bunu eləyim. Bu günləri sabahları inşallah qonaqlıqdayıq. Qonaqlığa gedəcəyik. Bəsdir məncə. Bunu da tökün. Biraz su əlavə edeyim, qoyun bişməyə. Bu da ki belə. Evdə biraz kələm dolması var. Bilmirəm, günləri başqa şey çatdırırım eləməyə, yoxsa yox. Evi yığışdırma eləməyə. Çox şey eləyə bilmirəm, qızlar. İnansız çəkiliş eləyə bilmirəm. Qız gedir, qonu otanda dərs oxuyur. Çəkiliş gedir, Qızı gedir, qonu otanda dərs oxuyur. Oğlum öz otağında. Yəni, otağı keçə bilmirəm də çəkiliş eləmək üçün. Ona görə elə günüm ancaq kuxnadadır. Bu biraz
soyuqdur, indicə çıxartdım. Biraz özünə gəlsin. Palça turşusunu əlavə edeyim. Bir də qızlar, marafonda sizə qəşəng kök soku, soklar verəcəm, tapşıracağım ki, soklardan istifadə edin bol-bol. Bol-bol soklardan istifadə edin ki, immunitetiniz azalmasın da. Yəni siz onsuz da beləncə yemək yeyirsiniz. Meyvə də yeyəcəksiniz, sok da içəcəksiniz, hər şeyi yeyəcəksiniz. Yəni o barədə narahat olmayın. Gün ərzində 2 litr mütləq su içəcəksiniz. Sizə başa salacağım necə 2 litri suyu necə içmək lazımdır gün ərzində. Hamısını başa salacağım sizə. İndi deyəcəksiniz ki, Afaq sən kökəlmirsən. Yəni kökəlməyəni deyəndə ki, bilə-bilə mən kökəldim. İstəyərək kökəldim. Çünki mən həddindən artıq çox dəhşət arıqlamışdım da. Yəni mənə yaraşmırdı. Mənim hətta yoldaşım dedi ki, sən gün-gündən arıqlaya gedirsən. Dedi ki, gözündən itirsən artıq. Gözündən itirsən. Dedi, bunun axırı nə olacaq? Hə, yəni ki, mən özüm də gördüm ki, mənə xoş olmadı da, xoşuma gəlmədi, çox arıq olmaq. Yəni, arıqlayırsansa, yetərin qədərdir, məsəl üçün, lazımı qədər arıqla və salam. İnsan özünü harada, necə komfortunu hiss edirsə, o vaxt ora qədər arıqlamalıdır. Bu belə qalsın. Gözəl qızlarım, xəmiri hazırladım. Undur, duzdur, sudur, xəmir yoğurdum. Belə, biraz gözlətdim. Birazdan başlayacağım xəmiri açmağa. Bu da xurmadır, oğlum getdi xurma aldı. Ondan sonra qara istiot, sumaq, zirinç. Bir də zirinç. Bunları aldı, tez-tez gəldi. Xurmanı yuyacağım. Bunun içərisini bilmirəm. Pul biber vurmuşam. Yəni ətin içərisinə. Qara istiot vurmayayım. Zirinç biraz vuraram. Qutabı eləyəndən sonra da ki, sumaq vuraram.
Şimdi yine kızlarım pişirə uşaqlar yedilər, evdəkilər yedilər. Burada da xurmanı yumuşam, qoymuşam. Gedib bir dənə, hə? Hə, Nəzəli yeyib, Nəzəli indicə gəldi. Əlini yu soram, əlini yu soram, əlini yu. Elini təmiz yaxşısına gələcəm. Nəzin, yaxşı, get əlini yu soram. Get. Un işinə elədinsə, un işinə əli vurdunsa, nə olacaq? Kuxna bütün unun içində olacaq. Üstün başımda. Bütün onun içindədir. Belə, buraları yığışdıracağım. Biraz ət qalıb. İndi bir balaca xəmir eləyim, biraz da eləyim. Bir 2-3 dənə də eləyim. Всё. Всё. Başqa elə bir şey eləməyəcəm də. Baxarım da. Bayaqdan çəkiliş eləyirəm. Bir türlü çəkiliş alınmır. Elə qabları yudum. 1-2 dənə qabım var. Onu yuyacağım. Bir dəqiqə mən silim. Hə. 1-2 dənə qabım var. Onları da yuyum. Onları da bitirim. Sonra keçəcəm qonaq otağına. Onları yığışdırım. Hə. Sizinlə bir yerdə yığışdıraq. Hə. Elə bildim çəkiliş yenə getmir. Belə. Axşamda çay istəyirəm içmək, amma bir dənə mən ramaşka çay eləyim, qızlar. Arıqlamağı istəyən qızlar. Axşamlar çay içmək istəyirsinizsə, ürəyinizdən çay keçirsə qızlar, ya ramaşka, ya bitki çayı, hər hansısa bir bitki çaydan dəmləyirsiniz, onu içirsiniz. Hə, ona görə yəni istəsəz bir ədəd xurma ilə yeyə bilərsiniz, istəyirsiniz adi elə belə, heç nəsiz. Amma çalışın ramaşka için. Ramaşka daha xeyirdir. Həm bağırsaqlarınızı təmizləyəcək, həm bütün bədəninizi təmizləyəcək, soyuq dəyməni də götürəcək. Hər şey xeyirdir də bu. Ona görə biraz elədiniz, tökün. Elə beləliklə saxlayıram. Bir 10-15 dəqiqə soyana qədər də. Sonra onu süzürəm, bişirəm. Çox xeyirdir, hər şey xeyirdir. Nanə də dəmləyə bilərsiniz limonla. Sadəcə nanə, kək otu, nə bilim, yaşıl çay, ürəyin istədiyinizdə, nə istəyirsiniz onu dəmləyin için. Belə. Hal-hazırda bunu da belə qoyuram. Xurmamdır. Hər dəfə şkafa ağac bağla. Vallahi mənim mebellərim artıq 20 ilin mebelləridir də qızlar. Ona görə hər dəfə aç bağla, görürsən ki, mebeldə mebellik qalmayıb. Düzdür, beləncə baxırsan qutu kimidir. Yığan çox qəşəng yığmışdı. Taxtadan yığmışdı da. Hətta mən oğlumun kravatını da yığmışdı. Qutu kimidir, qutu. İndi həmin dayı işləmir da. Çox qəşəng idilər. Bir dəqiqə sizə göstərim. İstəyirsiniz belə qıraqdan göstərim sizə. Ya da ki, yığışdıraram, buraları təmizləyərəm. Ondan sonra sizə göstərərəm. Yəni, mənim mebelim çox qəşəng mebeldir. Düzü, indi bundan da başqa yaxşılar var. Misal üçün də, indi gələcəkdə əgər yeni mebel eləsəm, mən o avantgard stildə olan mebelləri istəmərəm. Düzdür, rəng olaraq başqa rəng seçmək istəyərəm. Daha açıq rənglər. Amma klassik eləyərəm. Nəsə klassik daha mənə isti gəlir. Daha mənə belə uyutun, nə deyirlər ona?
daha xoşuma gəlir də, daha komfortlu gəlir mənə. O birislər biraz soyuq gəlir mənə çox. Onların elə bir ki, nə vaxtsa modaları keçib gedəcək. Yenə bu klasik moda düşəcək. Ona görə elə bir klasika heç vaxt dəbdən düşmür də. Klasika həmişə klasikadır. Sadəcə olaraq rəngini başqa eləyəcəm. Daha belə, orada olsun. Çay qoyum, qaynasın. Sonra da gedək, otağı yığışdırarıq. Mən öz mebelimi dəhşət dərəcədə bəyənirəm. Çox qutu kimi, kim məsəl üçün düzəldibsə bunu, çox qəşəng düzəldib də. Yəni hələm, yəni belə qutular yəni hələm yoxdur da. Sadəcə olaraq mənim mebelimi xarab elədilər. Yəni üst qonşu, üst kirayəçi mənim mebelimi pis günə qoydu. Baxın. Baxın. Buranı açırsan, ora oynayır. Görsünüz, o biz ki bağda olanda bütün ki başımıza ki o suyu ki axıtdı, bir dəfə yox, bir dəfə yatan yerdə, bir də gördüm ayağıma kravatda, ayağıma su tökülür lustrun üstündən. Neçə dəfə belə şeylər olub. İmini bizim yuxarıdakı qonşu kirayəçilərdir. Bax, o gələn kirayəçilər həmişə başımıza oyun açıblar. İndi başqa kirayəçilər gəlib. Bu kirayəçilər daha yaxşıdır, daha sakitdilər, ailədilər. Amma bundan qabaq ki, oğlanlar idi də. Necə gəldi, rəftar eləyirdilər. Yəni, kuxna deyirəm, koridoru blokuda, yəni bloku nə gündə saxlayırdılar. Pinti vəziyyətdə, yəni dəhşət dərəcədə də. İndiki kirayəçilər çox yaxşıdır. İndi mən düzdür görməmişəm. Yəni, qaynanam deyir ki, yəni ki, yaxşıdır. Keçən səfər elə bir-iki dəfə paltar sərirdim, asmışam bayıra. 2 dəfə gördüm ki, balkona çıxdım, gördüm ki, paltarlar tozun içindədir. Başımı qaldırdım, gördüm ki, xalça asıblar oradan. Bildim ki, xalçalarını çırpıblar. Yəni, onda əsəbləşdim ki, yəni, necə xalçanı çırpanda bir insan bir çönər, bir baxar görər ki, aşağıda paltar var, yoxsa yoxdur. Mən şəxsən elənçini eləyirəm. Xaçə mənə keçən dəfə bir xanım, mən video çəkiliş eləyəndə xalçanı çırpdım. Deyir ki, aşağıda adamlar var. Bizdə mən həmişə aşağı paltar çırpanda, nəsə çırpanda aşağı baxıram, görürəm ki, xalça var, yoxsa yoxdur. Bu ikinci səfərdir. Qaynanama deyim, o da çox sağ olsun, xəbər elədi. Dedilər ki, bilməmişik, üzr istədilər. Yəni, bu belənçinə. Amma yuxarıdakı kirayəçilər həmişə bizim başımıza oyun açıblar. Əməli başda. Amma bu mebeldən ötürü, yəni ki, bu mebel çox yaxşıdır. Nəsə çox danışdım. Çayın altını yandırdım. Gedim bir dənə qonaq utandı. Biraz yığışdıraq. Vəsə. Elə bir işim yoxdur. Bunu asmışam. Bu biraz qurusun. Qattalayıb qoyacağım şkafın içərisinə. Vəsə. Gedək. Sən saçları elədi, qurutdun. Buranı yığışdıracağım. Vəsə. Stolun üstündəki özün yığışdırarsan. Bir dənə divanın üstünə eləyim. Hara gedib? İnşallah sən də instituta gir. Yaxşı oxu, hara istəyirsən gedərsən. Ne geçen açarsın? Belə. Sana test almayacağım yani.
Almadan ne? Yalan Hə, sağ ol. Bu başqa məsələ. Bu ağıllı söhbət. Film adatmışlar, film adatmışlar filmdə. Ama yenidən başqa nəsə almalı. Bu başqa məsələ. İndi sən mənim qızımsan. Всё. Bundakı Olsa vaxtı yox. bayra qoyarıq. Şey eləmək. Sağ ol. Bu başqa məsələ. Gecə təbii eləyir. Hə. Bu şeyləri də yığışdırarsan stolun üstündən. Deyirsən ki, xoşlamıram. Bunu qoyum hələlik bura. Всё. Qızlar, buranı da bir dənə götürəcəm bunları. Aparım denəm bunları. Belə qızlar. Ramaşkamı süzdüm. Bir də bunu içim. Sizlə sağollaşım. Sabahları inşallah mebelləri bir də pol plisostlamaq lazımdır. Sabahları onları eləyə bilməyəcəm. Sabahları qonaqlıqda olacaq. Sabahları elə gedim. Papa üçün bir dənə hədiyyə alım. Sonra heç nə bişirməyəcəm. Yəqin ki, bir dənə sümüklü ət var. Onu qoyacam bişməyə. İndi çıxartdım dondurucudan. Onu qoyacam bişməyə. Çörəyin xəmirini eləyərəm. Yəqin ki, axşam çıxmamışdan qabaq 6-da. Hə. И всё. Hə, bir də oradan olsa çəkiliş eləyərəm də belə. Hə. Yəni restoranda olacaq. Hə, ona görə elə bir yeməkdir, heç nə eləməyəcəm. Evlər zadları heç nə yığışdırmayacağam. Hə, bunları eləyəcəm. Всё. Birinci gün inşallah görüm özümü necə hiss eləsəm, çəkiliş eləyərəm. Evləri yığışdırarım. Qızlarım, üstündən 1-2 saat keçib. Deməli, montaj eləyirəm videonu. Montajdan videonun sonuna gəlib çıxmışam. Danışıram. Bir də görürəm ki, mən orada sizlə sağollaşmamışam. Elə deyirəm ki, gedəcəm restoranda çəkilişi eləyəcəm. Onunla da bitir. Deyirəm, bəs mən axı bu qızlarımla mən sağollaşmadım. Dedim ki, gəlim nəzində mənə deyir ki, bir də bunun üçün də gəlmişsən deyir. Deyirəm, mən sağollaşmaya gəldim. Hər birinizi öpürəm qızlar. Çox sağ olun ki, izlədiniz. Allah hər birinizdən razı olsun. Öpürəm sizi. Sağ olun, sağlıqla qalın. Hələlik.